Salam, hörmətli kanal izləyicilərimiz. Münəsibən Masallı qəsəbəsində, Masallı qəsəbəsinin girişində Ulu Öndərimizin plakatının yanında belə bir gözəl bir iki mərtəbəmizə mən tanışırım. Həyəti gördüyünüz kimi tarqov daşla döşənilib. Darvası birbaşa yola baxır, hörmətli kanal izləyicilərimiz. Gələcək üstü obyekt əsəbəsi birbaşa yola baxır. Evimizin fasad görünüşü bax bu formadadır. Evimiz ümumi müddət demək olar ki 180-190 kvadrat evimizin ümumi tikinti sahəsidir. Evimiz içində tamamlanan işlər gedir ki, onlar tam təhvil verəcək. Pəncərənin qırağı hamısı işlənilib. Penoplastlarından bax gördüyünüz qəşəng tarçoq demişsiniz işlərin. Padval demək olar ki, metr yarım 2 metr padvaldır. Pəncərələr şəbəkə pəncərədir. Yerləşdiyi yer çox gözəl bir yerdir. Həqiqətən çox gözəl bir yerdir hörmətli kanalcılar. Niyə gözəl yer deyirəm mən sizə? Yəni burada tam yaşayış olan bir yerdir. Bütün kommunikasiya xəttləri tam qaydasındadır. Ev, torpaq tam mülkiyyətdir. Və daxil olub evimizin içinə. Evimiz 4 otaqlı olmağına baxmayaraq evimizin 5 otaqlı evin kvadratıdır. Düz ikinci mərtəbəsi mən sizə tam çəkib göstərə bilməyəcəm. Niyə yox? Pilləkana təzəlatlanılıb o baxımdan. Birinci mərtəbəsində isə solda evimizin qonaq otağı, mətbəx və sanitar qovşağı mövcuddur. Bax belə gördüyünüz, bax belə bir gözəl yataq otaqları, ikinci mərtəbədə belə bir gözəl geniş yataq otaqları var ki, onları mən sizə inşallah gələn çəkilişdə çəkib göstərə biləcəm sizə. Həyətyan sahəsi gördüyünüz kimi genişdir. Burada da torpağın sözü demək olar 25-30 manata civarındadır. Evimiz isə bugünkü gündə bayrama xüsusən 122 manata endirimlə satışa çıxıb. Hörmətli kanal izləyicilərimiz, pəncərələrin qarşısını kəsən bir maneə yoxdur. Bu pəncərəmizə birbaşa yola baxır. Hörmətli kanal izləyicilərimiz, mətbəx də genişdir. Yəni mətbəx yığıldan sonra burada da stol qobrasını hala edə bilərsiniz. Pəncərəsini bax açım sizə göstərdim. Bax birbaşa yola baxır pəncərəsi hörmətli kanalım. İzləyicilərimiz, yəni ilerleyen illərdə qarşısını hər hansı bir ev tikilməyəcək və yaxud da qarşısına mane olmayacaq. Bura isə evimizin birinci mərtəbə aydın sanitar qovşağıdır. Yeri stupolla təsis olunub. Mərtəbə arası manat betonda tam demək ki, hazır formadır. Cüzdü işlər qalıb ki, onlar tamamla veriləcək. Sənədlər isə bir başına tərəqqədə alıq-satılır. Hörmətli kanal izləyicilərimiz, ələbə məlumat üçün zəng vura bilərsiniz. Kanalımıza abunə olmayı, video bəyənməyi unutmayın ki, yeni satışa çıxan evlərlə birinci növbədə tanış ola biləsiniz.